və düzənli sən layiqsizsən, sən topalsan, sənin başında çatmır, ləngsən və düzənli şəkildə bəzi uşaqlar bunu, yəni yetişkinlər uşaqlıqdan bunu eşidirlər və sadəcə bu sualın cavabı əslində mən belə deyilmişəm. Mənim sadəcə anadan gəlmə bir problemim var imiş və bu problemin əslində həll yolları da var. Dərman var. Yəni bu problemlərlə baş etmək üçün psixoterapi texnikalar var. Bu çox önəmlidir. Və o dediyim birinci yetişkinlər hansılar ki, maraqlanırlar, gəlirlər, diaqnozu bəzən təsdiqləyir. İkincilər də, yəni mən indiyənə kimi ya da məsələn yaxını deyir ki, məsələn həyat yoldaşında deyirəm ki, adətən necə gəlirlər? Ana gəlir genetikdə axı dəbcə genetik olduğu üçün daha çox uşaqlarını gətirirlər, xüsusilə də qadınlar uşağını gətirir. Orada aşkarlanır ki, ya atada, ya da anada diqqət dağınıq, hiperaktivlik var və deyir ki, hə uşağın müalicə olunsun, yəni məktəbinə təsir edir, həm yaşıdlarla ünsiyyətinə. Mən indiyənə kimi necəsə yaşayıb gəlmişəm də, yəni bundan sonra da yəni yola verə bilərəm də, ya da yoldaşı deyir ki, bəlkə lazım deyil dərman. Amma əslində nədir? Yəni yaşayıb indiyənə kimi, amma nə qədər enerji xərcləyib, nə qədər əziyyət çəkib, özündən başqa bunu heç kim bilmir. Yəni bəlkə də doğrudan da çox dəstəyi olub, maddi sıxıntısı olmayıbdı. Anası kömək eləyib, qaynanası kömək eləyib, məsələn, ekonomik durumu yaxşı olub, evə bir köməkçi tutubdu, yəni qadından danışırıqsa, ya da ailəsi dəstək olub, fərdi müəllim tutubdu, hazırlaşıbdı. Amma düzənli şəkildə həyatı boyu bu şəxsə kimsə kömək eləyibdi. Yəni düşünürəm ki, bu cür insanlarda da belə bir sual yaranır. Mən özüm nəyə qadirəm?